Salam əziz dostlar, əziz izləyicilər, hər kəsi xoş gördük. Çoxdandır video çəkilişlər eləmirdik, paylaşım eləmirdik və çoxdandır bizim izləyicilərimiz bizdən sex gözləyirdilər. Videonun başında qeyd edirəm ki, Rusiyada işlədiyimizə görə gəldik, 8 ay qaldıq burada. Biraz getdik Şəmkirə, orada işlədik, izləyicilərimizin xahişi ilə. Sonra bir də Bakıya qayıtdıq və bizim bir çox sayılı izləyicilərimiz bizdən servis, yəni götürməyimizi və onların avtomobillərinə baxmağı gözləyirdilər bizdən. Hal-hazırda mən belə qərara gəldim ki, mənim bütün alətlərim Rusiyada qaldığına görə, Moskvada qaldığına görə, bunu deyəcəksiniz nədir? Burada maşınlar gedir deyə görürsünüz, mikrofonu üstünə pambıq bağlamış ki, o maşınların səsi düşməsin. Bütün alətlərimiz Rusiyada qaldığına görə sex götürmək biraz problem oldu. Nəyə görə? Çünki sexi götürəndən sonra alət almaq lazımdır, instrument almaq lazımdır. Və belə qərara gəldim ki, qısa da olsa sizə qeyd edeyim. Belə qərara gəldim ki, çoxdan işlədiyim Mahir Usta, görürsünüz burada işləyir. Mahir Ustanın yanına gəlim və burada Mahir Usta ilə bir yerdə, yəni hələ ki sex tapana kimi, alətlərimizi Rusiyadan gətirənə kimi, hələ ki müvəqqəti burada işləyək. Və gələn günü sırazı bir dənə bir problemlə üzləşdik. Mahir Usta ilə zəng eləmişdi. Bu qardaş da bizim avtomobil sahibi də bizim YouTube izləyicimizdir. Avtomobili diaqnostika elədik. Məndə Mercedes diller olmadığına görə tam 100% əmin ola bilmədik, amma 90%, 80% əmin olduq ki, Mustang'dır. Mahirə də dedim bunun. Yenə də apardılar başqa yerdə, hansı ki Star diaqnostika olan yerdə yoxladılar və bu günlər mostu dəyişdi, avtomobil düzəldi. Avtomobilin problemi nə idi? Avtomobilin problemi 3-cü pillədə, yəni korobka 3-cü skorçda qalırdı və dəyişmirdi. Bu bir çox hissələrdən ola bilər. Belə problemlər motordan da olur, rejimə düşməyi, ABS-dən də olur və mostdan da olur. İndi mən sizə göstərəcəyim hissələrdə sizə tam izah edəcəm ki, problem nəyə görə belə baş verirdi bu avtomobildə. Və həmən problemi sizə göstərməzdən əvvəl qeyd eləmək istəyirəm ki, biz hal-hazırda Mahir Ustanın yanında, çölə çıxılmadı, səs küllüydü, amma orada deməli, gördüyünüz kimi Həzaslanov metrosundan gələndə belə bir yazı var divarda 041 avtoservis, yəni belə bir servisdir. Əhmədli tərəfdən gələndə Ukraynski krugun yanından üzü radiozavod tərəfə gələndə su idarəsinə çatmamış. Yəni buradayıq, hələ ki buradayıq. İnşallah başqa servis tapanda gedəcəyik ora. Deməli əziz dostlar, gördüyünüz kimi bu həmən avtomobilin arxa mostudur və mostun burada datçiki var, hansı ki ABS-in arxa təkərlərin fırlanma anını sayır. Hətta burada bunu fırlayanda hiss edirsən ki, ilişir. Və orada datçikin o dişləri var, hansı ki datçik sayan yerdir, baxın. O bəzən dala qabağa gedir. Fırlayanda ilişə-ilişə gedir. Mostu gördüyünüz kimi dəyişdik. Dəyişən kimi problem sürüldü, həll oldu. Problem qalmadı. Hətta burada Mahir Usta korobkanın platasında dəyişir. Köhnə platanı göstərir. Plata gördüyünüz kimi, baxın, bu formada partlayır. Bu barabanların, hansı ki mühərrikin və korobkanın fırlanma anını sayan datçiklərdir. Partlayır və düzgün saymır və korobkanın rejimə salır. İndi platana dəyişirlər, başqa plata qoyulur, təzəsidir bu. Yəni ki, avtomobildə bizim Moskvada paylaşdığımız bir dənə video vardı. Orada yanınıza gəlirsə də çeşka idi. Burada ABS-in datçiki, yəni bu arxa tərəfdə ABS-in datçikində problem var idi. Amma bu avtomobildə gördüyünüz kimi arxa tərəfdə ABS-in datçiki yoxdur. Həmən datçik tən ortada mostda durur. Yəni iki tərəfi də fırlanma anını sayır. Yəni arxa təkərlərin fırlanma anını sayır bu. Amma olanda burada yeri var, baxın. Bu datçik bura bağlanır və buradan dişli burada granatın boğazında dişli yeri olur və oradan başlayır saymağa.
Korobkanın rejimə düşmə problemi, yəni bir çox səbəbi var. Yəni heç kim bu videoya baxaraq aldanmasın ki, yəni elə məndə də bu problemdir, gedim mən tez mostu dəyişim. Yox, bunu tam dəqiqliyi ilə yoxlamaq lazımdır ki, sırf problem nədir? Yəni diaqnostika eləmək lazımdır. Biz bu avtomobili dünənləri kompüterə saldıq, sürdük, aşıqları sildik. Hətta həmin köhnə mostla göydə skorusu, yəni kompüterə saldıq, göydə sürdük. Yəni ki, əziz dostlar, əsas məsələ mikrofondur. Əsas məsələ bugünkü çəkilişimizin səbəbi odur ki, həmi harda işlədiyimizi deyək, yəni professional dərəcədə burada təmir edə bilməsək də, yəni gəlməmişdən qabaq zəng edin ki, bizim buradakı alətlərimiz o işi görməyə dəyirmi, dəymirmi, yəni sizə biz məlumat verək. Həmi çəkilişimiz ona görədir ki, sizə təqdim edək ki, hardayıq, harda işləyirik, hara gələ bilərsiniz, həm də ki, bugünkü olan bu most problemini sizə çatdıraq. Yəni avtomobil 3-cü skoruşsa kimi pillələrin hamısı normal dəyişirdi və 3-cü skoruşdan sonra salırdı korobka rejimə. Yəni pillə aşağı düşmürdü. Yəni 2-dən 3-ə 1-ə düşmürdü, qaldı 3-də. Ha vaxt ki, söndürüb, dayanıb, zamoku açıb bağlayandan sonra yəni də problem düzəlirdi. Və yəni bugünkü çəkilişimiz buydu. İnşallah işlədikcə də burada, təmir elədikcə yenə də sizlərə maarifləndirici avtomobil haqqında video çəkib paylaşacağıq. Bizim bu kanalımıza abunə olmayıbsa da abunə olun və bizim ekranda gördüyünüz kimi Auto Select kanalımız var. Avtomobil incələmə kanalı. Keçib orada abunə ola bilərsiniz. Çünki bir çoxları bizə sual verirlər ki, mən avtomobil almaq istəyirəm, hansı avtomobildən alım? Və biz həmən kanalı ona görə açmışıq ki, orada avtomobillərin hamısını incələyirik və sizlərə təqdim edirik ki, sizə baxasınız ki, o avtomobilin nə problemi var, nəyə yoxdur, almağa dəyərmi, dəyməzmi? Yəni oradan seçim eləyəsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Gələn videolarımıza qədər. Ha, yer az gəldi, bir dənə yer az şey var. O da o vaxt 9-cu Nə yemək istəyirsən? Ona. 10-cu falan. Ay öyle. Ha, nə verim sana? Əlimdən belə ki, mənə yemək ver. Yola getmə. Nə verim qadam sana? Ala. Ala pölüşün yiyin, ala. Bu sənin. Bu olan qopan budur. Nə varım mən yoxdur. Ayaqdan veririm. Yoxsa işləyər. Ha, yoxdur. Şeydir, noxud qalıb, noxud. Çörək yemirsin, nə edim mən? Belə axıllı bir şey olar, ha. Əlindən belə döyüşdür ki, yemək verim ha. Təşəkkür günləri. Xoş gəldin. Aşağısı 30. Ha. Nə istəyirsən, yemək verim, bayaqdan verirəm də yoxdur. Bax, yemək qutardı. Bir var, palko. Bir yerdə yedik də sizdə. Palko. Hə, qucurlar. Yox deyə yemək qutarı da. Qoy çay gəlsin, çay verəcəm sizə, çay. Bir də var, azad maşanı. Azad Əliyev bizim çəkdir. Yox, yox. O neyse kardeş. Bir neçə gündən sonra gördüm demək istəmirəm. Evet, bu nədir? Bu nədir? Apardım bunu ofise. Nə istəyirsən? Üstə işlərim. Gedib sıxın yanıyordu. Gedib mən yanıyordu.